İnsanlar ünsiyyətlə bağlı çox nadir hallarda tədbir görürlər. Çox nadir hallarda hər 100 adamdan 3-ü, 5-i düşünür ki, mən gedim bir diksiya təlimi alım, düzgün danışım, ağzımı yaxşı açım, kəlmələri doğru seçim, bədən dilimi istifadə edeyim və s. Amma ayrıca bədən dili ilə maraqlanan çox adam var. Yəni danışığı kənara qoyuram, səsi kənara qoyuram, məhz bədən dili ilə maraqlanan çox adam var. İnsanın ilk ünsiyyət dili bədən dili idi. O vaxtı qəribə hərəkətlər göstərərək ova getmək lazımdır, mağarada ocaq söndü və s. bir-biri ilə ünsiyyət qururdular. İnsan təkamül prosesi keçdi. Çox-çox yüzilliklər, minilliklər sonra ilkin qırtlaq səsi yarandı. Artıq belə səslər çıxararaq nəyisə izah eləməyə çalışırdılar. Söz lap axırda yarandı. Madam bizim ilk ünsiyyət dilimiz bədən dilidirsə, madam qanımız qara olanda qaşlarımız çatılır, bir şeyi bəyənməyəndə gözümüzü süzdürür, nəyəsə əsəbləşəndə dodağımızı çeynəyiriksə, bu qeyri-ixtiyarı öz-özlüyündə ortaya çıxırsa, mən nəyə görə gedib təkrar bədən dilini öyrənməliyəm? Çünki ağıllı adamlar bu qeyri-ixtiyari formada təzahür edən vəziyyəti ixtiyari formaya keçirmək istəyirlər. Məsələn, sən müdirsən, biraz öncə bir əməkdaşın yenə də yaramazlıq eləyib, hansısa hesabatı səhv gətirib, dəfələrlə sən ona hansısa məsələni izah eləmirsən, o isə parafraz eləmək əvəzində hə, oldu, başa düşdüm deyib, amma yanlış anlayıb, sənə lazım olan nəticəni verməyib, möhkəm əsəbləşmirsən. İndi onunla danışdın, mübahisə etdin, tədbir gördün və s. və axır, o getdi, digər əməkdaşın gəlir. Hər zaman 80-90% hallarda işi dəqiq yerinə yetirən, çox sevdiyin, şəxsiyyətinə, özünə hörmət elədiyin biridir. İndi o ab-havaya girmirsən, bədən dilin tüntməcaz, üzündən zəhrimar yağır. Bunu gördüyün zaman eynisini ona proyeksiya eləyə bilərsənmi? Bilərsən, amma yanlışdır. O bədən dilini öyrənən adamlar nə edirlər? Hazırki vəziyyətinə uyğun yox, şəraitə uyğun olaraq ən azından maskanı taxırlar. Onsuz da hamımızın sosial maskaları var, onsuz mümkün deyil. Necə ki, burada bir dəlik varmış. Necə ki, bədən dilini qeyri-ixtiyaridən ixtiyari formaya gətirmək mümkündür, səs dili ilə də bu mümkündür.